Məsələ 8. 3 faktorialın subfaktorialı ifadənin qiymətini tapın. Deməli, bizdə məsələ həm faktorialla subfaktorial arasında əlaqədir. Demişik ki, n subfaktorial bərabərdir n faktorial vuraq 1 çıxaq 1 bölək 1 faktorial üstə gəl 1 bölək 2 faktorial çıxaq 1 bölək 3 faktorial üstə gəl 1 bölək 4 faktorial və plus və s. mənfi 1'in üstü n bölək n faktorial kimi ifadə olunur. Onda verilən bizim məsələmiz 3 faktorialın subfaktorialı bərabərdir. 3 faktorial bizə verəcək, bu bərabərdir 2 vuraq 3, 6. Deməli, 6'nın subfaktorialını hesaplamalıyıq. 6'nın subfaktorialı bərabərdir. Bu düsturdan istifadə edirik. 6 faktorial 1 çıxaq 1 oldu burada. Üstə gəl 2'də 1. Çıxaq 6'da 1. 6'da 1. Üstə gəl 1 bölək 4 faktorial. Üstə gəl 1 bölək 5 faktorial. 1 bölək 6 faktorial. Bu da bərabərdir. 6 faktorial 1, 1 verdi 0. 2'də 1 çıxaq 6'da 1. Bu verdi 3'də 1. 3'də 1. Bunları saxlayıram. 1 bölək 4 faktorial. 1 bölək 5 faktorial burada çıxaqlandı. Təklərdə çıxaq olur. 1 çıxaq 5 faktorial. 1 bölək 5 faktorial. Üstə gəl 1 bölək 6 faktorial. Bərabərdir. 6 faktorial 3'ə vuranda bu elemini yazıram. 6 vuraq 5 faktorial. 3'də 1. 1 bölək 4 faktorial. 1 bölək 5 faktorial. Üstə gəl 1 bölək 6 faktorial. Bərabərdir. Bu ixtisar oldu. 6 ilə 3, 2. 240 elədi buranda. Burada 4 faktorial bu 30 elədi. İxtisar oldu. 4, 5 vuraq 6. Çıxaq 5 faktorial ixtisar oldu. Çıxaq 6. Və üstə gəl 1. Bu da bərabərdir. 265 alırıq. Beləliklə, tələb olunan ifadənin qiyməti 265'ə bərabər.